bugün sizə nədən danışmaq istəyirəm? Dəridə olan səpkilərdən. Səpkilərin səbəbləri həddindən artıq çoxdur. Yəni bu səbəblərdən allergik reaksiyalardan tutmuş, endokrin problemlərdən tutmuş, hormonal dəyişikliklərdən tutmuş, gastroenteroloji problemlər, bütün bunlar hamısı dəridə səpkilər yarada bilər və ən çox da yeniyetməlik dövründə biz səpkilərlə rastlaşırıq ki, bunu da vaxtında əlbəttə ki, müalicə eləmək lazımdır. Əgər səpki yaranırsa, qonşum bunu məsləhət gördü, rəfiqəm bunu məsləhət gördü. Yəni bunlardan biraz qaçaq və əlbəttə ki, mütləq həkimə müraciət eləmək lazımdır və burada artıq ilk növbədə biz müayinələr bizə lazım olur. Anamnez toplayırıq. Anamnezdən sonra laborator müayinələrimiz olunur. Lazım olsa UZI yoxlamalarımız olur və bundan sonra həm daxili, həm yerli müalicə təyin olunur və səpkiləri tam aradan qaldırırıq. Səpkilərdən qalan ləkə və çapıqların da müalicəsini tam şəkildə həyata keçiririk.